Salam değerli şagirdler. Bugün size 9. sınıf dilim toplusundan təbizabili ifadelerin izahını vereceğiz. Başlayalım birinci sualdan. Hansı bir hədlin qüvvəti ən böyükdür? Bir hədlinin qüvvəti dəyişənlərin qüvvətləri cəmidir. Yalnız dəyişənlərin qüvvətləri toplayırıq. Hansı böyükdürsə onu götürürük. Birinci sualda baxıram ki, A variantında x kvadratı y üstü 8'dir. Toplayanda qüvvəti 10 edir. B variantında 2, 5 zetində qüvvəti 1'dir. Bu da qeyd edə bilərik. 1'dir. Ona görə də toplayanda 8 edir. C variantında x 8, y 7, yəni 8 plus 7 qüvvəti 15 elədi. D variantında 6 ilə 7'dir. Toplayanda elədi 13. Y variantı 9 ilə 3'dür. Toplayanda da elədi 12. Demək, ən böyüyü 15 oldu. Demək, cavab C bəndi. Dəyişənlərin qüvvətləri cəmi. 2 də eynisidir. 3 çox hədliyə çevirin. 2 hədlin kvadratıdır. Muxtəsəvvürmə düsturu. Mənfi x plus 4'ü toplanan yeni dəyişə də bilərik. 4 minus x kimi də yaza bilərsiniz. Eyni bir şeydir, fərqi yoxdur. Kvadratı. Muxtəsəvvürmə düsturu necə idi? A-nın kvadratı. A-nın yerində 4 var. 4'ün kvadratı 16. Çıxılsın 2AB. 4'ü mənfi x-ə vurursan, bunu da 2'yə vurursan, eləyir 8x. Plus B-nin kvadratı. B-nin yerində mənfi x var. Mənfi x-in kvadratı müsbət 2x kvadratı edir. Demək 16 çıx 8 2 plus x kvadratı. Hansı variantdadır bu? X kvadratını 16 yeni dəyişəsi olsa, cavab C variantındadır. Keçdik 4-cü sual. A üstü 8 bərabər 9'dursa, A üstü 16'ını soruşur. A üstü 16, A üstü 8'in kvadratı. Yəni A üstü 16'ını A üstü 8'in kvadratı şəklində yaza bilərəm. Çünki qüvvəti yüksəldəndə qüvvət üstləri bir-birinə vurulur. A üstü 8'də 9'a bərabərdirsə, A üstü 8'in 9 yazıram. 9'un kvadratından söhbət gedir. 9'un kvadratı neçə edir? 81. Cavab C bəndi. 5 də eynisidir. A üstü 18, A üstü 9'un kvadrat kimi göstərəcək. Keçək 6-cı suala. Hansı müsbət münasibət doğrudur? Gəl baxaq bir-bir bu münasibətləri yoxlayaq uşaqlar. 3 üstü 5 bu 8 üstü 5. Biz bilirik ki, əsaslar fərqlidirsə, qüvvətlər eynidirsə, əsasları bir-birinə vurub qüvvəti olduğu kimi saxlaya bilərik. Yəni 24 üstü neçə saxlaya bilərik? 5 saxlaya bilərik. Burada da 24 üstü 10 verir. Demək ki, bu yanlışdır. 3 üstü 4 üstü 7. Qüvvəti yüksəldəndə uşaqlar, qüvvət üstləri bir-birinə vurulur. 3 üstü 4 üstü 7'yə yüksəltmək üçün qüvvətə vurmaq lazımdır. 3 üstü 4 vur 7 olacaq. Bu da eləyəcək 4 vur 7, 3 üstü 28. Demək, bu da yanlışdır. 3 üstü 11 verib. Əsasları eyni olan, C variantına baxım. Əsasları eyni olan qüvvətləri bir-birinə böləndə əsas olduğu kimi qalır, qüvvət üstləri çıxılır. Buradan 3 üstü 20'dən 5'i çıxacaq, eləyəcək 15. Yəni 3 üstü 15 olmalıdır. Burada 3 üstü 4 verib yanlışdır. 9 üstü 7'nin 9 üstü 7'yə böləndə uşaqlar eyni ədədə bölsək, biz təbii ki bildik ki 0 eləyər. Bərabərdir 7 üstü 0. Daha sonra eyni ədədə bölsək 1 eləyər. 0 nə idi? Yəni qüvvəti 0 eləyəcək. O da bizə 1 verəcək. 7 üstü 0 bu doğru bərabərlikdir. Niyə? Çünki 9 üstü 7 bölü 9 üstü 7 1 deməkdir. Və yaxud da ki əsaslar eynidir. Olduğu kimi qalır. 7'dən 7 çıxanda 9 üstü 0 eləyir. Bu da bərabər 7 üstü 0'a. Əsasın qüvvəti 0-dırsa 1'ə bərabər. Yəni 9 0 da 1 deməkdir. 7 üstü 0 da 1 deməkdir. İstənilən qüvvət əsası nəyə çevirir? 1'ə çevirir. 1 bərabərliyi doğrudur. Ona görə cavab D bəndi. 7 eynisidir. Artıq 7'ni özünüz işləyəcəksiniz. 8-ci sual. 8-ci sualda biz 4'ü mötədə xaricində çıxartsaq, 4A çıx 4B'dir. Fikir verin, 4A çıx 4B. 4'ü mötədə xaricində çıxartsaq, A çıx B. A çıx B qalır. A çıx B 2 ondakıdır. Bərabərdir 4 vur 2 ondakı. 4 vur 2 ondakıdan neçəyə bərabərdir? 8 tamamda 8'ə bərabərdir. D variantı. Cavab D bəndi. 9'da da eynidir. 5'i çıxardıram. X minus Y qalır. X minus Y qalır. Burada da 5 vur. X minus Y'nin 6/5 olduğunu bilən 5'i vuraram 6/5'ə. Eləyəcək. Neçə? 33 vurub yoxlaya bilərsiniz. Cavab 33. Üzrəsəm 32/5. Çünki 5'i 5'ə vuranda şey deyir. 25 5 2/5. 5 dəfə 6 30, 5 dəfə 0/5 32/5.
32.5 olacaq. 32.5 də D bəndi. Bir hədin qüvvətini tapın. 10-cu sual. Bir hədin qüvvəti dəyişəndən qüvvətləri cəmidir. A dəyişənin qüvvəti 3-dür, plus B dəyişənin qüvvəti 7-dir, plus C dəyişənin qüvvəti 3-dür. Bunları cəmləyəndə 13 edəcək. Cavabımız D bəndi. 11-ci 2 olarsa ifadəsinin qiymətini tapın. Vurub açaq, sadələşdirək uşaqlar birinci. Sonra C-ni yeni 2 qoyaq. Və ya birbaşa da qoya bilərik. Heç bir sıxıntı yoxdur. Birbaşa qoysam 3 vurulsun 2 plus 2 vurulsun 3 çıx C, yəni 3 çıx 2. Harada C görürümsə yerinə 2 yazdım. 3, 2, 6 plus 3-dən 2 çıxdıq. Bura 1 elədi. 2-də 1-ə 2. 6 plus 2 cavab neçə elədi? 8. 11-in cavabı 8. Hansı bir hədin qüvvəti ən kiçikdir? Yenə dəyişəndən qüvvətdən cəmini toplayırıq. A-nı toplasam x üstü 10, y üstü 2, 12 eləyir. B-ni toplasam 6, 3, Z-in qüvvəti 1-dir. Eləyəcək 10. C variantında yoxlasam 5 üstü 9 eləyəcək 14. D variantında x üstü 7, y üstü 6 toplayanda eləyəcək 13. Y variantında 8-dən 7 toplayacaq eləyəcək 15. Hansı ən kiçik oldu dəyərli şagirdlər? Deməli 12-ci sual idi. 12-ci sualda hansı ən kiçik oldu? 10 olan. Qüvvəti 10 olan cavab B bəndidir. 13-də ifadəsinin qiymətini hesablayın. Bu ifadənin qiyməti hesab olsun. X-i yeni mənfi 1 qoymağımız kifayətdir. 13. 3 vurulsun. Mənfi 1 cüt qüvvətdə müsbət 1 edir. Tək qüvvətdə mənfi 1 edir. Mənfi 1 üstü 6 yazıram. Minus 11 vurulsun. Mənfi 1-in kubu. Plus 9 vurulsun. Mənfi 1 üstü 7. Bu da bərabərdir. Mənfi 1 üstü 6 müsbət 1 eləyir. 3-ü müsbət 1 olanda 3 eləyir. Mənfi 1-in kubu. Mənfi 1-in kubu. Mənfi 1 eləyir. Mənfi 1-də mənfi 11 olanda müsbət 11 eləyir. Mənfi 1 üstü 7 mənfi 1 eləyir. 9 olanda minus 9 eləyir. Bu da bərabərdir. 14 çıx 9 cavab eləyəcək neçə? 5. 13-cü cavab 5. D variantı. Silək. Keçək 14-ə. 14-cü sual. Çox həddisi ilə bir hədin qüvvətləri cəmini tapın. Birinci çox həddin qüvvətinə baxaq. Çox həddin vurub açaq standart şəklə gətirək. 2A kubunu 3B kvadratına vursam eləyəcək 6A kubu B-nin kvadratı. Minus 4A üstü 4B, 4A üstü 4B vurub birbaşa açıram uşaqlar. Plus neçə? 2A üstü 6. Çox həddin vurub açaq. Çox həddin qüvvəti nə idi? Onu təşkil edən bir hədlərdən qüvvəti ən böyük olanı. Birinci bir hədin qüvvəti 5-dir. İkinci bir hədin qüvvəti 5-dir. Üçüncü bir hədin qüvvəti 6-dır. Dəyişəndən qüvvətlər cəmi. Bu təşkil edən bir hədlərdən ən böyük olanı 6 olduğuna görə bu çox həddin qüvvəti 6-dır. 6-nı götürürük. Bir hədin qüvvətləri çox həddisi ilə mənfi 3x kvadrat y kubu bir hədisinin qüvvətləri cəmini tapın. Bizə verilən bir hədinin qüvvəti 5-dir. Çünki x kvadrat y kubu var 5-dir. Bunların da cəmlərini tapsam neçə eləyəcək? 11 edəcək. 14-cü cavabı 11. 15. Keçək 15-ə baxaq. 15-ci sual. Çox həddisi ilə 4A kubu B bir hədisinin qüvvətləri cəmini tapın. Yenə vurub açsaq eyni qaydadır uşaqlar. Yəni 14-dən eynidir. Keçək 16-nı yazaq. Bunu özü praktik edin. 16-da 12 üstü 7. 12-ni hansı vuruqlar kimi yazaram? Baxıram ki, məxrəcimizdə uşaqlar 9 və 2 var. Demək ki, yuxarıda 12 var. 12-nin içində 3 vuruq var. 9-da 3-ün kvadrat kimi göstərə bilərəm. Bunda mən bunu 3 və 2 əsasa gətirirəm. 12-ni belə yazıram. 12-nin vuruqları nədir? 2 üstü 7 vurulsun, 2 üstü 7 vurulsun, 3 üstü 7. Yəni, istənilən ədədi qüvvəti olduğu kimi saxlayıb, onun əsasının vuruqları hansı şəklində göstərmək olar? 12-nin vuruqları kimi. 12-nin vuruqları 2 vur, 2 vur, 3-dür. Niyə 2 və 3-ə gətirdim? Çünki məxrəcdə də 9-u 3 əsasa gətirəcəm. 2 də onsuz daha var. 9-un da yenə 3-ün kvadratının kubu yazıram. Çünki 9 3-ün kvadratıdır. 3-ün kvadratının kubu vurulsun. 2 üstü neçə? 10. 2 üstü 10. Bərabərdir. İndi 2 üstü 7, 2 üstü 7, 2 üstü 14 edir. Və ya da aşağıda
Bu da 7 dənə 2 vurğundan, bu 10 da 7-dən getsə 2-nin kubu qalır. Bu 3 dənə 2 vurğundan da bu 7-dən 2 vurğun 3-ü getsə 2 üstü 4 qalır. Surətdə qaldı 2 üstü 4 qeyd edilən bura. 3'ün kvadratının üstü kub, bu aşağıda 3 üstü 6 deməkdir uşaqlar. 3 üstü 6, 3 üstü 7 yuxarıda. 6 dənə 3 vuruğu da yuxarıdakı 6 dənə 3 vuruğu gedir. Təkcə 3 qalır yuxarıda. 2 üstü 4 vur 3. Bu da bərabər 16 bölü 3 neçə? 48 edəcək. 16'nın cavabı 48. 17 də bunun kimidir. Aşağıdakı 6'nı 2 və 3'ə parçalayırıq. 4'ü də 2'nin kvadratının üstü 5 kimi yazsınız. Eynisidir. Praktik olaraq onu da siz işləyin. 18 ifadəsinin qiymətini tapmışam. Mənfi 6'nın kvadratı mənfi 36 idi. Bunu sizə izah eləyərkən demişəm. Çünki 6'nın kvadratı bu da ancaq kvadrat 6'ya aiddir. Mənfiyə aid deyil. Əgər mənfi 6'nın kvadratı bu yazılış olsaydı, bu müsbət 36 eləyərdi. Amma biz də görürük ki, yazılış hansı şəkildədir? Mənfi 6 kvadrat. Yəni kvadrat bu da ancaq 6'ya aiddir. Mənfiyə aid deyil. Ona göre mənfi 36. Mənfi 1'in cüt dərəcədən qüvvəti, yəni 10 dərəcədən qüvvəti müsbət 1 eləyir. Plus 1 yazacağım. Plus mənfi 4'ün kubu mənfi 64 eləyir. Plus mənfi 64 minus 64 deməkdir. Yəni ya plus mənfi 64 yazdın və ya da birbaşa minus 64 yazdın. Eyni şey. Bu da bərabərdir. Mənfi 36, mənfi 64 eləyir. Mənfi 80. Mənfi 80 üstünə 1 gəlir. Mənfi 79 eləyir. Belə bir cavab yoxdur. Harada yanlış elədik? Toplayarkən elədik. Çünki mənfi 36, mənfi 64 toplayanda 100 eləməlidir. Çaşıb mənfi 80 dedim. Silək bunu. Mənfi 100 edeyim. Mənfi 100'ün üstünə 1 gəlir. Mənfi 99 edir. Bunların cəmi bizə mənfi 100'ü verir uşaqlar. 19-cu sual. 19-cu sualda uşaqlar, mənfi 3 üstü 6 elə müsbət 3 üstü 6'ya bərabərdir. Çünki mənfi ədədin cüt dərəcədən qüvvəti müsbət edir. Çünki mötəzə qüvvətidir. Demək onu yerinə 3 üstü 6 yaza bilərəm. Mənfi 3 üstü 6, 3 üstü 6 deməkdir. 27'ni də 3 əsası gətirirəm. 27 3'ünün kubudur. 27'ni 3 əsası gətirirəm. 3'ün kubu. Üstündə də 3'ün kubunun üstünə kub yazıram. Çünki 27'nin kubundan söhbət gedir. Bölünsün. Mərkəzdə 81 3 üstü 4'dür. 3 üstü 4'ün nəyi? Kvadratı yazırıq. Vurulsun 243. 243 də 3 üstü 5'dir. 3 üstü 5. Bərabər. Surətdə 3 üstü 6 vurulsun 3 üstü 3'ün üstü 3, 3 üstü 9 deməkdir. Bölünsün 3 üstü 12 vurulsun 3 üstü 5. Baxır ki, surətdə 3 üstü 15'dir. Çünki əsaslar elində toplayıram da. Məxrəcdə 3 üstü neçədir? Bu 5 idi, bu da 12, 3 üstü 17'dir. Yəni 15 dənə 3 vuruğu surətdədir, 17 dənə 3 vuruğu məxrəcdə. 15 dənə 3'dən aşağıdakı 15 dənə 3 gedir. Aşağıda qalır 3'ün kvadratı. Yuxarıda qalır nə? 1. Bu da eləyəcək 9'da neçə? 1. 9'da 1 deməkdir. Cavab olacaq. Bu da müsbət aldıq biz, amma müsbət cavab yoxdur. Müsbət cavab yoxdur. Görə hadisəyə etməmişəm ki 3 üstü 8 idi. 3 üstü 4 üstü kvadratı 3 üstü 8 idi. Mən 3 üstü 12 yazmışam uşaqlar burada. Üzrlü sayın 3 üstü 8, 3 üstü 5. Silin burasını. Biraz hesabımı da diqqətsizlik elədik. Bərabərdir. Surətdə 3 üstü 15'dir. Məxrəcdə 8 və 3 üstü 13'dür. 13'dən aşağıda gedir, 13'dən yuxarı gedir, 3'ün kvadratı yuxarıda qalır. Cavab 9 edir. Mən bu 4'ü 2'yə vurub 8 əvəzinə 12 yazmışam. Cavab 9, Y variantı. 20-ci sual sizək lövhəmizi. Bizim lövhəmiz də bu. Oldu 19. 19 yazdıq, 20. 20 də eynisidir. Hamısını 5'ə sıfır gətirəcəm. Sadəcə bu da mənfi olacaq. Çünki mənfi 5 qüvvəti tək dərəcədəndir. Ona görə mənfini əvvələ ata bilərəm. Mənfi 5'in üstü 5 elə mənfi eləyəcək. Mənfini atıram kəsin əvvəlinə. Eləyəcək 5 üstü 5 vurulsun. 125 5'in kubudur. 5'in kubunun üstü 3. Çünki 125'in yerine 5'in kubu yazdım. Onun üstünde 3 var. Bölünsün. 25 5'in kvadratıdır. Yəni 5'in kvadratı üstü neçə? 4 olacaq. Vurulsun 625'de 5 üstü 4 deməkdir. 5 üstü 4 deməkdir. Bərabərdir. 5 üstü 5, 5 üstü 9, 5 üstü neçə deyəcək? 14.
bölünsün. 508 vur 504 512. 514 512 var da 500 neçə qalır? 2 qalır. 502 neçədir? 25'dir. 25. Təbii ki, qabaqda nə var? Mənfi var idi. Söhbət olacaq neçə? Mənfi 20. Mənfi 25. Mənfi 25 cavab C bəndi. Silək bunu. Bir ifadanı sadələşdirin. Sadələşdirmək üçün sadəcə biz bunu vurub açacağıq. Çox rahat şəkildə oxşarları toplayacağıq. Əksləri islah edəcəyik. 21-ci sual baxaq 21-ə. 2C-nin kvadratı plus 6C minus 2C-nin C evanda 2C kvadratı. Qabaqda minus olduğu olur 2C-nin kvadratı. 2C-ni 5'e vururam. Yani bunu vurub açacağım. 2C-ni 5'e vuranda 10C-dir. Qabaqdakı minusa görə minus 10C. Mənfi 1'i C-yə vuranda mənfi C edir. Bax bunu mənfi C edir. Qabaqdakı bu mənfiyə görə altına xətt çəkdim. Edir plus C. Mənfi 1'i 5'e vuranda mənfi 5 edir. Qabaqdakı mənfiyə görə edir plus 5. Axırda da minus nə var? 5 var. Bərabərdir. 2C kvadrat 2C kvadrat əksi islah oldu. 6C'den 10C çıxında mənfi 4C, üstünə C gəndə mənfi 3C. Mənfi 3C, 5'də 5 əksi islah oldu. Cavab gəldi mənfi 3C. Mənfi 3C A variantı. 22 deyilisidir. Eyni vurub açıb islah eləyəcəksiniz. 23. Ən kiçiyi 2 plus 3 ardıcıl təkədən cəminin ən kiçiyi ardıcıl təkliyi isə 2 atmalı. Məsələn, ardıcıl tək və cüzlərdə 2 artır. Ən kiçiyi 2 plus 1'dirsə, o birisi artıq 2n plus 3 olacaq. O birisi də artıq 2n plus 5 olacaq. Belə. Cəmi tabi 2n neçə edir? 6n plus 5, 3, 8, 3, 1 gəlir neçədir? 9. 6n plus neçə? 9. O da edir C variantı. 24-cü sual. En böyük 2 minus 1'in 3 ardıcıl təkidədir. En böyük 2 minus 1'dirsə, o birisi bundan 2 var, 2 var az olacaq. O birisi olacaq da 2n minus 3. O birisi olacaq 2n minus 5. Bunların cəmidir isə, bunları cəmləsəm 2n, 2n, 2n neçə nədir? 6n, mənfi 1, mənfi 1, mənfi 3, mənfi 5. Eləyəcək mənfi 9. 6n minus neçə? 9. Cavab A bəndi. 25. 25 çox həddi şəkildə göstərmək üçün ABC-nin açılışı necədir? 100A plus 10B plus C. B-A'nın açılışı 10B plus A'dır. Qabaqda minus olduğuna görə minus 10B minus A alınır. Bu da bərabərdir. 10B'lər islah olunur. 100A'dan A'nın çıxan dediyi neçə? 99A plus neçə? C. 99A plus C bu deyiləcək B variantı. B variantı. 26 deyilisidir. 26 deyilisidir. Yazırsınız. 27, 22 sürət. 22 heç nəyin kvadratı, heç nəyin kubu deyil. Yəni müəyyən bir əsas gətirmək olmur. Amma 22'nin parçalama olur. 22 2 ilə 11'in hasilidir. Onda qüvvətin olduğu kimi saxlayıb 2 üstü 4 vur 11 üstü 4 kimi yaza bilərik. Plus 8'də 2 əsası gətirə bilərik. 8 çünki 2'nin nə idi? Kubudur. 2'nin kubu üstündə nə var? 4 var. Bölünsün. Məxrəcə 121'in kvadratı. 121 nəyin kvadratı? 11'in kvadratıdır. 11'in kvadratının kvadratı vurulsun. 4 də 2'nin kvadratıdır. 2'nin kvadratının üstü neçə? 6. Bu da bərabərdir. 2 üstü 4, 11 üstü 4. Lap yazaq 2 üstü 4 vur 11 üstü 4 vurulsun 2 üstü 3'ü 4'e vurdum 12 2 üstü 2'ni yaxşı yazamadım 2 üstü 12 bölünsün 11 üstü 4 vurulsun 2 üstü 2'ni de 6'ya vurduğu neçədir 12 11 üstü 4'den 11 üstü 4 ixtisar getdi 212'dən 212 ixtisar getdi. Eynidirlər. 204 qaldı. 204'də 16'dır. 26'nın cavabı, 27'nin cavabı 16 A bəndi. Keçək 28'də eynisidir. 26'nın 27-ci sualı idi uşaqlar. 28'ə baxaq. 28'də eynisidir.
26'ın 2 üstü 4 vur 13 üstü 4. Yəni əsasın vuruqlar şəklində yazdım. 26'ın 2 vur 13 kimi yazdım. Qüvvəti eyni saxlamasın. Vurulsun 8 də 2'nin kubudur. 2'nin kubun kubu 2 üstü 9 edir. Birbaşa yazıram artıq bunu. Bölünsün. 169 13'ün kvadratı. 13'ün kvadratı 13 üstü 4 edir. Vurulsun 4 de 2'nin kvadratıdır. 2 kvadratın üstü 5 de 2 üstü 10 edəcək. 3 üstü 14, 3 üstü 14 getdi. 2 üstü 13 elədi. Bölünsün 2 üstü 10. Bu da bərabərdir 2'nin nəyi? Kubu. 2'nin kubunun içədiyi 8 ediyi B variantı. B variantı. Keçdik öbürsünə. 29. Vurub açaq uşaqlar. X minus 4'ü vurub açacağıq. Gəl yazın köçürdüm. X minus 4 vurulsun X plus 8. Çıxılsın X plus 2'nin kvadratı. X vurdum elədi X kvadratı. X'i 8'e vurduq. Elədi 8x. Minus mənfi 4x'e vurdum. Elədi minus 4x. Mənfi 4 8'e vurdum. Minus 32. Bu da A plus B'nin mötəzə kvadratı. X'in kvadratı x kvadratı yəni minus x kvadratı. X'in 2 hasını 2 minus 4x minus 4x. Qabaqda mənfi olduğuna görə hamısı mənfiyə çevrilir. 2'nin kvadratı 4 qabaqda mənfi olduğuna görə minus 4 yazacağıq. Mənfi x kvadratı müsbət x kvadratı getdi. 8x mənfi 4 8x mənfi 4x mənfi 4x. Bunlar da bir-birini islah apardı. Çünki 8x'dən 4x çıxdı. 4x'dən mənfi 4x bizə 0'a verdi. Mənfi 32 mənfi 4 mənfi 36 edəcək. 29'un cavabı mənfi 36 Y bəndi. Keçək 30'a baxaq. 30. Baxın uşaq 30 kublar fərqinin açılışıdır. Bax A kubu minus B kubunun açılışıdır. Çünki A kubu minus B kubunun açılışı necə olur? A minus B. O birisində də A'nın kvadratı plus AB plus B'nin kvadratı. Baxıram ki, bu da eynisi var. Baxın, 4y kvadratı 2y'nin kvadratıdır. 9x kvadratı 3x'in. 6x də 2y'dən 3x'in hasilidir. Demək, bu düstur ödəndiyinə görə bu elə 2y'nin kubu çıxılsın 3x'in kubunun açılışıdır. 2y'nin kubu edir 8y kubu. Çıxılsın 3x'in kubu dediğində 27x'in kubu. 8y kubu çıx 27x kubu cavab B bəndi. 31-ci suala baxıram. 31 də eynisidir uşaqlar. Bu da açılışdır. Bu isə cəmli açılışdır. Çünki 4x kvadratı nəyin kvadratıdır? 2x'in, yəni A'nın. Bu da A'nın kvadratı var. 25y kvadratı nəyin kvadratıdır? 5y'nin. Bu da B'nin kvadratı var. Bəs mənfi 12y nədir? 2x'dən 5y'nin hasilidir. Bu düstur ödəndiyinə görə, bu 30'da yazdığım düsturun əksi də bu minus idi, indi plusudur. 31'də plusudur. Ya bu düstura baxaq. A kubu plus B kubu. Buna deyirik biz kublar cəmi. Kublar cəmi necədir? A plus B. A plus B. O birisinin içində də A kvadratı çıx AB plus B kvadratı. Belə. Şimdi buradan görürəm ki, bax, A kvadratı A'nın kvadratıdır. B kvadratı B'nin kvadratıdır. AB də birinci, ikincinin hasilidir. Eyni şey 31-ci sualda, yəni bu da ödəndiyinə görə bir-bir göstərdim. Demək ki, bu 2x'in kubu plus 5y'nin kubudur. 2x'in kubu 8x kubu eləyir. Plus 5y'nin kubu da 125y kubu eləyir. Bu da hansı variant olacaq? Y bəndi. Keçdik 32'ye. Silək lövhəmizi. Otuz de açılışdır. A kvadrat B kvadratın açılışıdır. Baxaq 32'ye. 2x minus 3y, 2x plus 3y. Yəni burada yerlərini dəyişsə toplanan hiçbir şey dəyişmir. 2x plus 3y deməkdir bu. A minus B, A plus B nəyin açılışıdır? 4x'in kvadratı çıx 9y'nin kvadratı. Muxtasar düsturlarını yaxşı bilməlisiniz uşaqlar. Plus, o birisine vurub açsaq 6y'nin kvadratı. Plus 5x'lik plus y. Buradan da görürəm ki 4x'in kvadratı demək
Yox, uşaqlar, üzrlü sayın, bu şey değilmiş. 2x, 3x fərqli də. Vurub açmaq lazımdır bunu. Bu muhtemelen düzlü değil. Biri 2x, biri 3y değil. Hiç fikir vermedim. 2x, 2x, 3y, 3x plus 2y değil. Elə bilirəm ki, 2x minus 3y değil. Ona görə deyirəm ki, kvadratlar fərqlidir. Bunu vurub açmalıyıq sadəcə olaraq. Vurub açsaq edəcək 6x'in kvadratı plus 4xy, 4xy minus 9xy, minus 9xy minus 6y'nin kvadratı. Vurub açdım sadəcə olaraq. Plus 6y'nin kvadratını digən vurub açıram. Bax, y'ye 6y'ye vurdum. İndi y'ye 5x'e vururam. Plus 5xy, 5xy plus y. Baxıram ki, müsbət 6y'nin kvadratı, mənfi 6y'nin kvadratı islah olunur. Qalır nə? 6x'in kvadratı. 4xy'dən 5xy, bu da bizə 9xy verir. Burada da mənfi 9xy var. Bunlar demək, üçü birlikdə islah gedir. Plus y qalacaq. 6x'in kvadratı plus y cavab D bəndi. 33-cü sual. Eynisi uşaqlar vurub açırıq, islah edirik. 34'ü keçək. 34'də kvadratda fərqini tətbiq edirik. 100'ün kvadratı çıx 98'in kvadratı. Kvadratda fərqinə görə 100 çıx 98, yəni A çıx B. Bir dəfə də A plus B. 100 plus 98 bu şəkildə olacaq. Bərabərdir 2A'ya. A'nın qiymətini soruşur bizə. Demək, hər tərəfi 2'yə böləcəm axırda. 100'dən 98 çıxdıq elədi 2, vurulsun. 100'ün 98 gəldi 198. Bərabərdir 2A'ya. Hər tərəfi də 2'yə bölsəm, A nəyə bərabər olur? 198 əlliyə variantı. 35-ci sual. Vurub açaq sadələşdirək. A plus 2, B plus 2'yə vuraq. Bu da yazım sizə rahat olsun. A plus 2 vur, nə? B plus 2. Minus A minus 2 vurulsun B minus 2. Qabaqda minus varsa aldığın nəticənin mütləq işarəsini dəyişməlisən. Bunu nəzərdən qaçırmayın. A'nı B'yə vurduq da AB. Bu A'nı. Hamısını bir-birinə vurmalıyım da növbəni. Sonra A'nı 2'yə vurmalıyım. A'nı 2'yə vurdum elədi plus 2A. 2'ni B'yə vurdum plus 2B. 2'ni 2'yə vurdum plus 4. A'nı B'yə vurdum AB. Qabaqda minus olduğuna görə minus AB. A'nı mənfi 2'yə vurdum mənfi 2A. Qabaqda minus olduğuna görə plus 2A. B'ni yaxşı yazın. Plus 2A. Mənfi 2'ni B'yə vurdum mənfi 2B. Qabaqda mənfi olduğuna görə plus 2B. Mənfi 2 mənfi 2'yə vurduğunda müsbət 4. Qabaqda minus olduğuna görə minus 4 yazırıq. Mənfi AB müsbət AB islah oldu. 2A'nın üstüne 2A gəldi edir 4A. 2B'nin üstüne 2B gəldi edir plus 4B. 4'dən də mənfi 4 əksi 4'lərdə islah olunur. 4A üstə gəldi 4B. Bizim A plus B'ni verib. 4'ün mötəzə xaricini çıxardaram. İçəridə A plus B qalır. A plus B'nin də yerinə nə yaza bilərik? 4 yazarıq. 4 vur 4'dən neçə edəcək? 16 cavab D bəndi. 35 D bəndi. 37-ci suala baxıram uşaqlar. 37'yə. Demək 36 daha doğrusu 36'ya baxırıq. Sizə 36'ya yazaq. 35'ə baxdıq, 36'ya baxaq. Fərqli sualdır. Birlərin dərəcəsi 11 olsun. Birlərin dərəcəsi nədir? Qüvvətlərin cəmi. A'nın kvadratı, yəni 2 plus B'nin qüvvəti nədir? M plus 3. Bax, budur bizim bir həddin qüvvəti. Bu nəyə bərabər olsun deyir? 11'ə. Buradan da görürük ki, avtomatik M6 olduğu görünür. Çünki 6'ın üstə 5 gəlsəm 11'ə deyək. M bərabərdir 6. B bəldi. 36 oldu. B bəldi. 37. 16 eynisidir. Artıq 37'nin özü yazın. Vaxtımız getməsin. 38'ə baxaq. Yəni, hamısını 3 əsası gətirə bilərəm. Bu da 3 üstə 12 var çünki. 9 da 3 əsası gətirəm. Vurulsun. 9 3'ün kvadratıdır. 3'ün kvadratının üstü 4, 3 üstü 8 idi. Yəni 9'u 3'ün kvadratı, üstündə 4 var. Ətraflı yazdım. 27 3'ün kubudur. 3'ün kubu üstündə nə var? 6 var. Üstündə 6 bərabərdir. 3 üstü 12 vurulsun. 3 üstü 8 bölünsün. 3 üstü 3'ü də 6'ya vurulunda 18. Surətdə edirik 3 üstü 20, mərkəzi 3 üstü 18. 18 dənəsi gedir, surətdə 3 üstü 2 qalır da. 3 üstü 2'də cavab eləyəcəm neçə? 9. Cavab Y bəndi.
39 eynisini 5-ə siz gətirəcəksiniz uşaqlar. Baxaq 40-a. Əsası A olan qüvvət şəklində göstərin. Yəni A üstü 4 üstü 5 eləyəcək A üstü 20, düzdürmü? A üstü 20'ni də A üstü 12'ye vururuqsa, qüvvət üstənliklərlə toplanır. Eləyəcək A üstü 32. Cavabımız A üstü 32 eləyəcək B bəndi. 41-ci suala baxaq. 41-ci suala baxaq. B üstü 16 vurulsun B üstü 5. Bu deyəcək B üstü neçə? 21. B üstü 21 nə deməkdir? A bəndi deməkdir. 42. A bənd -4 ondakı B2 onda bir C3 olarsa 5 ifadə qiymətini hesablayın. Aparıb yerinə yazaq desəm, yerinə yazmaqdan daha qısa variantı varmı? 3A çıx 5B çıx 6C. 3A ilə 6C'ni biz qruplaşdıra bilərik ən yaxşı halla. Oradan 3'ü çıxardarıq, amma A çıx 2C qalar. Və ya birbaşa yerinə qoyarıq. Onsuz elə bir sadələşmə yoxdur. Yerinə qoyub hesablaya bilərik ən yaxşı variantı. 3 vurulsun -4,2 çıxılsın 5 vurulsun B-nin yerinə yazıram 2,1 çıxılsın 6C, yəni 6 vur 3 bərabər. 3'ü -4,2'ye vuranda 12 3'teki 6 12,6 eləyir. -12,6 -12,6 -5 2 onda bir valla -10,5 eləyir. Çıxılsın 18. Bu da bərabər. Hamısı qalağı mənfili. -12,6 -10,5 -23,1 eləyir. İkisi də mənfili toplu qalanı mənfi qoyuyor. -18. Bunda ikisine qalağı mənfidir. İkisine qalağı mənfidirsə toplayıb mənfi qoyacaqsınız. 23'ün üstüne 18 gələndə 30, 41, -41,1, -41 tam neçə? Onda 1, -41,1 D variantı. 43. A bərabər 4,1, B bərabər -6,1, C 3,2 olarsa eynisidir, yerinə qoyub hesablayacaqsınız. 44 ifadəsini sadələşdirin. Uşaqlar əsaslar eynidirsə, əsaslar eynidirsə, qüvvət üstənliyini eləməli toplamalıyıq. Demək ki, vuranda toplayırıq. Yəni onun üstünə -2 gəlir. 10 plus -2. Böləndə isə nə edirik? Qüvvət üstdən çıxırıq. Bölünsün A üstünə çıxılsın -3. Bax belə olacaq. Çıx -3. Bərabər A üstü. Onun üstünə -2 gəlir 8. Bu da -ni müsbətə plus 3 edir. Bu deyəcək A üstü neçə? 11. A üstü 11 C variantı. 44 C variantı A üstü 11. 45'e baxaq. 45. Biləcin qüvvəti əmsalının nisbətə böyükdür. Standart şəkildə gətirək. Qüvvəti yüksəldə. Gəlin bu da üstündə işləyim. 3'ün kubu eləyir uşaqlar 27. Bu da biraz yerimiz var. 27. 27. A üstü 6. B üstü 3. Bu deməkdir. Vurulsun. Vurulsun. -3'də 1'in kvadratı 9'da 1 eləyir. Tamamı buradan yazıram. 9'da 1. 9'da 1. A'nın kvadratı B üstü 4. Bərabər. 27'nin 9'da 1 avanda edir 3. Çünki 9'dan 27 ixtisa gedir də 3 qalır. A üstü 6'nın A'nın kvadratına deyildi A üstü 8. B kvadratını B üstü 4 avanda deyildi B üstü 6. 3 A üstü 8 B üstü 6. Birazın qüvvəti. Qüvvəti nədir? 14. Düzdür. Qüvvət 14. Əgər düz eləmişiksə. A kvadrat B üstü 4 idi. Orada da 2'ni 3'e vurmuştum. B'nin kubu idi. O da B'nin kubu idi. Kubu yaxşı yazmışım. B üstü 7'dir burada. B üstü 7. Çünki B'nin 3'ün üstündə 4 gələndə 7 edir. Onda biladın qüvvəti 15'dir. Əmsal 3'dür. 15'i 3'e böləndə neçə dəfə böyükdür? 5 dəfə böyükdür. B variantı. 46-cı suala baxırıq. Eynisidir. Yəni standart şəkli gətirmək, bildiyi atı qüvvəti yüksəldib, sonra bir-birinə vurub yoxlayacağıq. 47-ci sual. 47.
2 üstü 12'nin kvadrata fərq kimi yaza bilərəm. Yəni 2 üstü 12 2 üstü 6'nın kvadratıdır. Biri də istənilən ədədin qüvvət kimi göstərə bilərəm. Bir də 1'in kvadratıdır. Buradan uşaqlar a minus b, a plus b kimi düşünə bilərik. 2 üstü 6 çıx 1, 2 üstü 6 plus 1 kimi düşünə bilərik. Bu da bərabər üstü 6'dır bu. 2 üstü 6 64 edir, 1 çıxan edir 63, vurulsun 65. Bizə deyir ki, verilənlərdən hansı tam ədəddir. Tam ədəd olması üçün məxrəc surətinin içərisində olmalıdır. Yəni n-in içərisində 21 vurğu olmalıdır. N-in içərisində 13 olmalıdır, 45 olmalıdır, 11 olmalıdır və ya da 5 olmalıdır. Əgər n-in içərisində 21, 13, 45, 11, 5 hansı biri varsa, n həmən də tam bölünəcək. N də 63 vur 65'dir. Biraz da bunun vuruqlarına baxın. 63'ü 7 vur 9 kimi yazaram. 9'u da 3 vur 3 kimi. 63'ü sadə vuruqlarına hansı şəklini göstərdim. 65'i de 5 vur 13 kimi. İndi baxıram, görün bu variantlarda hansı var? Məsələn, A variantı. 21 var mı? Bəli, n-in içində 21 var. 7'nin içində vuranda 21 edir. Demək, n-in içində 21 vuruğu varsa, bu 21'e tam bölünəcək. 13 var mı? Var. 45 var mı? Var. Çünki 3 vur 3 vur 5. 45 edir. Demək ki, n-in içində 45 vuruğu varsa, bu 45'e tam bölünəcək. 11 var mı? Baxıram ki, 11 vuruğu yoxdur. Amma 5 vuruğu var. N-in içində 5 vuruq varsa 5'e de tam bölünəcək. Cavab onda olduğu D variantı. 48 də yenisidir. Bunu özünüz tapsınız. 49'a baxaq. İfadəsini sadələşdirin. A minus b, a plus b. X minus 2, x minus 2 eləyəcək x kvadratı çıx 4. Kvadratlar fərqinin müxtəsər düsturu. Yəni, bax bu mötəzəni, bu da qırmızı var. Bu mötəzə bizə x kvadrat çıx 4'ü verdi. Növbəti də x kvadratı plus 4 var. Plus 4 var. Bu da bərabər a minus b, a plus b eləyəcək x üstü 4 minus neçə? 16. X üstü 4 minus 16. X üstü 4 minus 16 da y variantlardır. 49 y bəndi. 50 y plus 3 y minus 3 eynisidir. Y kvadratı çıx 9 eləyəcək. Bir dənə də y kvadratı plus 9 var. Eynidən kvadratlar fərqinin kvadratlar cəmi yenə də y üstü 4 minus 81'in açılışıdır kvadratlar fərqinə görə. Yəni a minus b, a plus b yazılışı varsa bu nəyin açılışıdır uşaqlar? A kvadratı çıx b kvadratının. Mən də görürəm ki, bu da y kvadrat çıx 9, y kvadrat plus 9 eynidən cəmi ilə fərqinin hasılı var. Demək ki, bu ədəddən kvadratları fərqinə bərabərdir. Y-in kvadratı y üstü 4, 9'un kvadratı 81 olacaq. Cavab y üstü 4 çıx 81 A variantı. Keçək 51 silək. 51 tipli suallardan çox işlədik. Bu da yenə mənfi 3 üstü 4'ün mənfi olmağı bir önəmi qalmır. Çünki cüt dərəcədən qüvvət müsbətə çevirəcək. Bu da müsbət kimi yaza bilərik. Heç bir sıxıntı yoxdur. Sonra 3 üstü 4 kimi yazaram. 12'ni də 3 vur 4 kimi eləyərik. Altında 2 vur 3 kimi yenə də ixtisarla apararıq. Bu tipli sual işləmişəm. Onu 51 işləmirəm. Keçirəm 52'yə. 52-ci sual. Bərabərliyin eyni olması üçün bərabərliyin sol tərəfi sağ tərəfinə bərabər olmalıdır əziz uşaqlar. 2a kubun kvadratı köçürdüm bura. 2a kubunun çıx 3b kvadratının kvadratı. Yenə müxtəsər düsturudur. Bərabərdir 4a üstü 6. 4a üstü 6 plus k plus. Bərabərin solundakı ilə sağındakı hədlər eyni olmalıdır ki, bərabərlik ödənsin. 2a kubun kvadratı edəcək 4a üstü 6. Birincinin ikinci hasını 2 misli. 2a kubunu 3b kvadratına vuranda mənfi 6a kubu b kvadratı. Onu da 2'ye vuranda minus 12 a kubu b kvadrat edəcək. Plus b'nin kvadratı. 3b'nin kvadratının kvadratı edəcək nə? Plus 9b üstü neçə? 4. Bərabərdir. 4a üstü 6 plus k plus e. Bax, bərabərliyin sol tərəfində 4a üstü 6 var, sağ tərəfində 4a üstü 6 var. Demək, bunlar bir-birinə bərabərdir, ödəndi. Məsələn, k-nın yerində deyən ədəd deyək ki, buna bərabər olmalıdır. Mənfi 12a kub b kvadratına. M-in də yerində deyən ədəd 9b üstü 4'ə bərabər olmalıdır.
Demək k mənfi 12a kubu b kvadratı, m isə 9b üstü 4 olmalı. Cavab C bəndi. Elə m çox hədis tapın ki, eyniliyə çevrilsin. Şunu eyniliyə çevirmək üçün elə bir ki, m-i tapmaq üçün sağdakindən soldakini də çıxa bilərik. Yəni, adi sadə tənlik şəklində də edə bilərik bunu. Və yaxud da ki, düşünə bilərik ki, neynəsəm eynisinə bərabər olar. M plus 3x kvadratı çıx 5x plus 1 bərabərdir 2x kvadratı 2x'in kvadratı plus 6x minus 2y kvadratı. Məsələn, bərabərin sağ tərəfində 2x kvadratı var, sol tərəfdə 3x kvadratı var. Demək ki, biz bir dənə mənfi x kvadrat tapmalıyıq ki, mənfi x kvadrat isə 3x kvadrat gələndə 2x kvadrat eləsin. Demək, m-in içində bir dənə mənfi x kvadrat olması lazımdır mütləq. Bu da mənfi 5x y-dir. Sağ tərəfdə müsbət 6x y-dir. Demək, m-in içində 11x y olmalıdır ki, 11x y olmalıdır ki, 11x y-də mənfi 5x y-in cəmi müsbət 6x y gələsin. Sağ tərəfdəki 6x y-ə bərabər olsun. Sonra, sağ tərəfdə mənfi 2y kvadrat var. Solda heç y kvadratı yoxdur. Buna görə sol tərəfdə bir dənə nə olmalıdır? Mənfi 2y kvadrat olmalıdır. Düzdür? Sağ tərəfdə ədəd yoxdur, amma sol tərəfdə 1 var. O 1-i yoxa çıxartmaq üçün m-in içində minus nə olmalıdır? Bir dənə də 1 olmalıdır ki, mənfi bir də müsbət 1 geçsin. Çünki sağ tərəfdə 1 ədədi yoxdur. Olacaq mənfi x kvadrat plus 11x y minus 2y kvadrat minus 1. Bu da y bəndində. 54 deyiniz. 54 də yazıram. Çünki 54 biraz başqa formatda yazacağım. İstəsəniz bunu belə də yaza bilərsiniz. Baxın uşaqlar. Toplanan cəm kimi baxa bilərsiniz. Toplanan m, toplanan mötərizənin içi, bu da cəm. Cəmdən məlum toplanan çıxanda nə qalar? M qalar. Yəni, mən m-i tapmaq istəyirəmsə cəmdən, yəni 2x kvadratı plus 6x y plus 6x y minus 2y kvadratı. Çıxmalıyım nəyi? Mötərizənin içində, yəni 3x kvadrat çıx 5x y plus 1. Çıxanda işarələri əksinə dəyişir. Ya da bərabərin sağına keçirirəmsə işarələri əksinə dəyişir. Olur minus 3x kvadratı minus 3x kvadratı plus 5x y minus 1. Buradan m bərabərdir. 2x kvadratından 5x kvadratından çıxan nə qalır? Mənfi 3x kvadratı. 6x y-dən 5 üzərində 5x gəldi nə edir? Plus 11x y. Mənfi 2y kvadratı olduğu kimi qalır. Çünki bunun çıxacaq bir şeyimiz yoxdur. Mənfi 1 olduğu kimi qalır. Demək olacaq mənfi 3x kvadratı plus 11x y. Mən buradan köçürtmə səhv etməmişəm ki, eləmişəm deyəsən. Köçürtmə səhvi nə olub? 2x kvadratı yazmışam. Bu neçə olmalı? 4x kvadratı. Çalışıb 53 köçürmüşəm yenə. 4x kvadratı olmalıdır. 4x. Mən eyni şeyə təzədən nəyə yazmışam? 53'ü qeyd etmişəm. 53-54'ü qarışdırdım bu da. Ona görə yenidən baxaq 54'ə. Üzrlü sayım var. Bir daha yenidən baxaq. Çünki düzəltmə biraz beyninizi qarışdıracaq. Ona görə silib yenidən yazıram. 54'də m-i burada görsək minusdur. 54'də m-i tapmaq üçün mən 53-54'ü qarışıq yazmışam. Bax, azalan, 54'ü azalan, çıxılan fərq. Azalan tapmaq üçün, yəni m-i tapmaq üçün fərqin üzərinə gəlməm, çıxılanı. Yəni m-i tapmaq üçün fərqimiz nədir? 4x-in kvadratı plus 10x y minus y kvadratı plus 3. Bunun üzərinə gəlməliyəm azalanı. Yəni 8x y plus x kvadratı minus y kvadratını gəlməliyəm. Bunda plus 8x y plus x kvadratı minus y kvadratı. Niyə olduğu kimi gəldi? Çünki bax, adca bu minus idi. Sağa keçiləndə plus olacaq. Plusdursa olduğu kimi yazmağımız lazımdır. Buradan da m bərabərdir 5x kvadratı, çünki x kvadratını topladıq. 10x y, 8x y plus 18x y plus 18x y minus 2y kvadratı plus 3 olacaq. Demək, cavab hansı variantda doğrudur? B variantında. 55'e baxaq uşaqlar.
Videonu saxlayıb baxa bilərsiniz orada. Necə həll etdik deyə. Birincini yoxa sildim çünki gah 53-dən, gah 54-dən yazmışdım. Silək buranda. 55-ci sual. 55-ci sualı uşaq saatləşdirmədə qrup açmalıyıq. Daha doğrusu birinci şey deməliyik. İkəlinin kvadratı. Amma burada nə var uşaqlar? Fikir verin, bu açılışdır. 6 minus 2x, 7 minus 4x kvadratı, bir də 6 minus 2x'dən. Baxın, 6 minus 2x'dən 7 minus 4x'in hasının 2 misli. Bu a minus b'nin mörtəzi kvadratının açılışıdır. Çünki biz bilirik ki a minus b'nin mörtəzi kvadratının açılışında nə olur? A kvadratı çıx 2ab plus b kvadratı olur. Burada da biz açıq-aşkar bu prosesi görə bilirik. Açıq-aşkar görürəm ki 6 minus 2x'in kvadratı, 7 minus 4x'in kvadratı, bir də olan hasının 2 misli. Demək a'nın yerində 6 minus 2x var. Bu a'mızdır. Təkcə a. Bu a minus b'miz. B'mizin yerində nə var? 7 çıx 4x. Minus b'mizin yerində 7 minus 4x var. Bak bunun 6 minus 2x minus 7 minus 4x'in mörtəzi kvadratının açılışıdır. Çünki bunun açılışı onda buna a gözündə, buna da bir b gözündə baxanda, bu bir b'dir, bu a'dırsa, a'nın kvadratı görürsünüz 6 minus 2x'in kvadratı, a'nın b hasını 2 misli görürsünüz, bu da bir-birinə vurub 2'ye vurub, çox rahat görürsünüz. Bu da b'nin kvadratı, yəni 7 minus 4x'in kvadratı. Yəni bunu vurub uzatmaqınızı ən salamatı belə daha tez eləməkdir. 6 çıx 2x, bu da mörtəzi açılışı olsa minus 7, mənfi mənfini, buradakı mənfi plus 4x edir. Üzərində də kvadrat var, bərabərdir. 6 mənfi 2x 4x eləyəcək 2x. 6'dan 7 çıxanda minus nə eləyəcək? 1 eləyəcək. 2x minus 1'in nə olacaq? Kvadratı. 2x minus 1'in kvadratı. 2x minus 1'in kvadratından 1 minus 2x'in kvadratı eyni şeydir. Çünki cüt dərəcənin qüvvət olanda 5'in də kvadratı eynidir, mənfi 5'in də kvadratı eynidir. Yəni bizdə 2x minus 1 almışıq, amma onun əksi var, fərqi yoxdur. Yəni ədədlə əksinin kvadratları bir-birinə bərabərdir. Ona görə B variantı. 56 eynisidir. Bu da a'nın yerində 5 minus 4x var. B'nin yerində 2x plus 2 var. Bax, a'nın kvadratı plus a vur b vur 2. Bax, görürsünüz 2. Plus b'nin kvadratı. 56'ını da belə eləyəcəyik uşaqlar. 5 çıx. A'nın yerində 5 çıx 4x var. Plus b'nin yerində 2x plus 2 var. 2x plus 2'nin mörtəzi kvadratı var. Bax, bunu tapacağıq. Все. 57 ifadəsinin ən böyük qiymətini tapın. İfadanın ən böyük və ən kiçik qiymətini tapmaq eyni düsturla tapılır. Əgər siz ən böyük və ən kiçik qiymət tapmanı düsturunu bilmirsinizsə, onu yazaram. Ən böyük və ən kiçik qiymət tapmaq y0 və ya da n ilə tapılır. y0 və ya n də deyə bilirik buna. Bərabərdir mənfi diskriminant böl 4ac. Həm ən böyük, həm ən kiçik qiymət bu düsturda tapılır. Sadəcə olaraq kvadratın qabağı mənfidirsə ən böyük qiymətini soruşur. Kvadratın qabağı müsbətsə ən kiçik qiymətini soruşa bilər. Burada a kvadratın qabağı mənfi olduğuna görə ən böyük qiymətini soruşur. Ən böyük qiymətini tapaq. Diskriminantı tapaq. 5'in kvadratı 25. Minus 4ac 4 vurulsun. A'mız mənfi 1'dir. Vurulsun c'miz də 1'dir. Bərabərdir. 25 plus 4 bərabər 29. Diskriminant neçəyə bərabərdir uşaqlar? D bərabər qoyaq. 29'a. Bizə lazım mənfidir. Yəni mənfi 29'un da ən böyük qiymət y0 bərabərdir. Mənfi 29 bölünsün 4a. A'mız mənfi 1'dir. Yəni 4 vurulsun mənfi 1. Bu da bərabərdir. Mənfi 29 bölünsün mənfi 4. Mənfi belə müsbət edir. 24 ise 9, 7 dəfə, 7 dəfə 4, 7 tam 4'də 1, yəni 7'dən %25 eləyəcək. Ən böyük qiymət 7'dən %25. Bəs bizə desə ki, ən böyük qiymətini nə vaxt alır və ya da ən kiçik qiymətini nə vaxt alır? O zaman x0'ı tapmalıyıq və ya da buna m deyirik. x0 və m'in düsturu isə mənfi b böl 2a. Bu iki düsturu bilməyən şagirdlər qeyd eləsin, qeyd dəftərinə mütləq öyrənsin. Ən böyük və ən kiçik qiymət y0'da tapılır, mənfi d böl 4ac. Ən böyük və ən kiçik qiymətini nə vaxt alırdısa, yəni dəyişənin hansı qiymətini ən böyük və ən kiçik qiymətini alırdısa, mənfi b böl 2a-nı tapırıq. 58'də yazaq o zaman. Ən kiçik. Görürsünüz inşallah burada 58'də a kvadratın qabağı müsbət olduğuna görə ən kiçik qiymətini soruşur. Çünki a'nın qabağı müsbətsə, parabolanın qolları yuxarıdır. Parabolanın qolları yuxarı çıxmır, ən böyük qiyməti yoxdur. Müsbət sonsuza gedir.
Bunun nəyi var? Ən kiçik qiymət var. Parabolanın təpə nöqtəsi. Bu da y0 ilə tapılır. Və yaxud da başqa bir metod deyim. Ən kiçik qiymət nə vaxt alır? X0-ın qiymətinə. X0 tapmaq daha rahatdır. X0 tapıb aparıb yerinə qoysaq, Y0 tapmış olarsınız. Bir dənə praktik üsul deyim. X0 bərabərdir -b, yəni -1 bölünsün 2a. 2 vurulsun 1. Bərabər nə elədi? -2-də 1. X0 aparıb yerinə qoysaq, nəyi tapmış olarsınız? Y0'ı tapmış olarsınız. Çünki ifadə ən kiçik qiymətini X0'da alır. X0 nədir? -2-də 1. -2-də 1 aparıb ifadə yerinə qoysaq, ən kiçik qiymətini taparsınız. Aparaq qoyaq. -2-də 1'in kvadratı plus 2'də 1 minus 6. Bu da belə. -2'də 1'in kvadratı 4'də 1. Üstə gəldi 2'də 1 minus 6. Bu da bərabərdir 4'də 3 çıx 6. 4'də 3'dən də 6 çıxanda bərabərdir -5'dan 4'də 1. -5'dan 4'də 1, -5'dan 100'də 25 edir. Burada nəsə işarə səhifələdiyimi, çünki altdan 125 var, 5 yoxdur. -2'də 1'in kvadratı -1 bölü 2a böldü -2'də 1 elədi. -2'də 1 kvadratı 4'də 1 elədi, plus 2'də 1 106 ən kiçik qiymətini tapın. 58 niyə alınmadı yaxşı sualda? X0'ı tapdıq. -1 bölü 2a. -1 bölü 2a. 2 vur 1. -2'də 1 elədi. Hə, A-nı -2'də 1 qoymalıyam. Plus 2'də 1 yazmışam. Hə, buraya minus 2'də 1. Çünki A -2'də 1 tap, X0'da -2'də 1 tapmışam axı. Yəni A-nın yerində -2'də 1 qoymalıyam. Bu da müsbət 2'də 1 yazmışam. Ona görə cavab düzgün alınmayıb. Baxaq görək nə olacaq. -2'də 1'in kvadratı 4'də 1, çıx 2'də 1, çıx 6. Bu da bərabərdir -6'dan 2'də 1'in üstü 4 gəlir. -6'dan 4'də 1, dedik -6'dan %25 hesablaya bilərsiniz. Cavab C bəndi. Keçsik 59. İfadən sadələşdirdim. Vurub açmalıyıq uşaqlar. 59'da ifadən vurub açmalıyıq. Bunun qabağında yer var. İstəyirəm buradan yataq 59'u bərabərdir. Daha bir də köçürüb. 3 anı baxmış ola 5'ə vurduq. Yəni də 15a. 15a. 3 anı 2a'ya vurduq. Yəni plus 6a kvadratı. 6a'nın kvadratı. -2'ni 5'ə vurduq. Minus 10. -2'ni 2a'ya vurduq. Minus 4a. Minus 6a kvadratı. Plus 10. Müsbət 6a kvadrat, -6a kvadrat getdi. -10 ilə müsbət 10 getdi. 15a çıx 4 aldı idi neçə? 11a. Cavab 11a, B variantı. 60-cı suala baxıram. İfanı çox əddi şəklində göstərin. Birinci ikəlinin kvadratı da aça bilərik. 3x çıx 2y kvadratı. Bu da ortaq vuruqda çıxarda bilərik. 3x çıx 2y çıx 2y kvadratı minus 3x. Bunu iki usulla eləyə bilərik uşaqlar. Biraz daha qısa yolla ortaq vuruq çıxardarıq ki, bəlkə orada ixtisar olur. 3x çıx 2y kvadratı 2 dənə deməkdir. Burada da 3x çıx 2y kvadrat var, düzdürmü? Bu 3x çıx 2y ortaq götürüb çıxardılan mötərizə xaricinə çıx 2y kvadratını. Bunun kvadratı deyil, 2 dənə vuruq var. Birini götürümüzə biri qaldı içəridə. Nə qaldı? 3x çıx 2y qaldı. 2y kvadratı qaldı. Minus, bunu götürmüşəm axı, yerdə nə qalıb? Bu qalıb. Minus 2y kvadratı. Minus 3x. Ən kənarda da plus neçə var idi? 2 var idi. Onda olduğu kimi yazıram. Bərabərdir. Bax, -3x-dən müsbət 3x gəlir. Burada qalır -4y kvadratı. -4y kvadratına bura vurub atsam, eləyər -12xy kvadratı. Plus 8y üstü 4. Plus neçə? 2. Nə olacaq uşağa? 8y üstü 4. 12xy kvadratı plus 2 B variantında. Bu biraz daha qısa yoldur. 61 də eyni qaydana yaza bilərik. İstəsəz vurub açıb, onu da ikəlinin kvadratı kimi eləyib, tapa bilərsiniz, əlini tapa bilərsiniz, sıxıntı yoxdur. Amma daha qısa belə eləyə bilərsiniz. Yəni istəsən 61'də də, məsələn, vurub açaram. 61'də onsuz da şeydir, kublar fərqidir. Heç bunu kublar fərqi kimi eləyəcəyik.
Kvadrata fərqi daha doğrusu. A kub plus B kvadrat, A kub çıx B kvadrat. A plus B, A minus B. Bunun da A üstü 6 çıx B üstü 4'ün neydi? Açılışıdır. Birinci hasil bize bunu verir. A plus B, A minus B. Yani A üstü üçün kvadratı minus B üstü 2'nin kvadratı. Minus. Bunu da açmalıyıq. A kubun kvadratı neydi? A üstü 6. Minus A üstü 6. A üstü 3'ünün mənfi 3B kvadratının hasını 2 misliliyir. Mənfi 6 A kubu B kvadratı. Qabaqda mənfi olduğuna göre plus 6 A kubu B kvadratı alınır. Plus 9B üstü 4. Ama qabaqda minus var. Minus 9B üstü 4 yazıram. Minus 9B üstü 4. Minus axırda ne var? 3 var. Mənfi A üstü 6, müsbət A üstü 6 islah oldu. Burada 6 beraber 6A kubu B kvadratı. Mənfi B üstü 4. Mənfi 9B üstü minus 10B üstü 4 edir. Minus 10B üstü 4. Minus neçə edir? 3 edir. Minus 3. 6A kubu B kvadratı minus 10B üstü 4 minus 3 C variantına uyğundur. 61 C bəndi. 62. 62 de uşaqlar açılışdı. Bunu düzdür. Kuba göre açıb, kvadrata göre açıb, sonra 3A plus 1'e vurup açıb, islah etmiyorlar. Ama o üsuldansa daha rahat üsuldür ki, onun en rahat nədir? Biz şey deyə bilərik. Bunun neyin açılış olduğunu göre bu kubların açılışıdır. Elə bir ki, bu belə yaza bilərəm. A plus 1'in kubu minus 1'in daha doğrusu A plus 1'in kubu yazmaq. A plus 1 A plus 1 minus 1'in mötərizə kubudur. Bunun açılışı olanda A plus 1'in kubu sonra birincinin kvadratı A plus 1'in kvadratının 1'ə hasının 3 misli var. Fikir verin. Mənfi 3 A plus 1'in kvadratı var. Sonra A plus 1'in 1'ə hasının 3 misli var. Fikir verin. 3 vur A plus 1 var. Sonra mənfi 1'in kubu da mənfi 1 var. Bunun açılışıdır. Bu açılışını görsəz işiniz rahatdır. Buradan da A plus 1 minus 1'in kubudursa 1 mənfi 1 gelir. A kubu elə elədi. Neçə? A'nın kubu elədi. A'nın kubu da ne edir? Y edir. 63. Baxaq buna. Qaydaq buranı silək yer açaq. 63. 2x minus 3a, 2x minus 3b, 2x kvadrat minus 3 0 olarsa AB hasını tapın deyir. Demek ki biz bunları bir-birinə vursaq 2x kvadrat minus 3'ün 0 olduğunu bilir. Onda belə çıxır ki, uşaqlar bax 2x kvadratı minus 3 sıfırdırsa 2x'in kvadratı neçəyə bərabərdir dəyərli şagirdlər? 3'ə bərabərdir. Bunda A'nı B'ye vurmaq, A vur B'nin soruşur da A'nı B'ye vurmaq elə 2x minus 3'ü 2x plus 3'e vurmaqdır. 2x plus 3'e vurmaqdır. 2x minus 3, 2x plus 3 neyin açılışıdır? A minus B, A plus B'dir. Yəni 4x'in kvadratı minus 9'un neydi? Açılışıdır. Əla. Demək 2x'in kvadratı 3'dürsə, onda 4x'in kvadratını belə yaza bilərəm. 2 vurulsun 2x'in kvadratı. Çünki 2x'in kvadratının 3 olduğunu biləm, əvəzinə baxarsam. Minus 9. Buradan da biz 2x'in kvadratının əvəzinə gətirib nə yaza bilərik? 3 yaza bilərik. 2'ni 3'ə vuram, 6, 6'nın 9 çıxanda nə qalar? Mənfi 3 qalar. Cavab D bəndi. 64-cü sual. Hansı böyükdür deyir? Bu müqayisədir deyir, yəni daha doğrusu. Buradan belə eləyə bilərik ki, açarıq, A'dan B'ni çıxaram. Müsbət ədəd qalarsa A böyük olar. Mənfi ədəd qalarsa B A'dan böyük olar. Və yaxud da ən yaxşısı A'nı yenə bir 0 qoyaram. A'dan yenə 0 qoyaram. Onda A bərabərdir. 0 qoysam 6 vur mənfi 9 eləyər. Eyni ədəd qoyuram. B'də də A var. B'də də A'nı yenə 0 qoyuram. Eyni ədəd qoyuram. 11 vur mənfi 14 eləyər. Təbii ki, A'nın daha böyük olduğunu gördüm. Çünki A bərabərdir mənfi 54'dür. B də bərabərdir mənfi 140, 154. Mənfi 154. Təbii ki, A B'dən daha böyükdür. A böyükdür B. Cavab C bəndi. 65'də eynisini eləyə bilərsiniz. 66'ya baxaq.
66. X minus y 0.9'dur. X minus y yine 0.9 koyaram da. 0.9 plus 3'te 1. Burada da y minus x var. X minus y 0.9 da y minus x eksidir. Onda y minus x yerinde olacaq mənfi 0.9. Burada mənfi 0.9 koyaram. 3'te 1 vurulsun. Mənfi 0.9. 19 kimi yazabilir? Bu da bərabərdir. 10.9 minus, çünki müsbəti mənfi oldu, mənfi edəcək. Minus 3'dən 9 yıxsa qədər burada 3 qalar. Minus 10.3. Bu da bərabər 19, 10'da 3 çıxanda 10.6 edir. 10.6 sıfırdan 10'da nə deməkdir? 6 deməkdir. 67 yenisidir, yaza bilərsiniz. Mənfi x minus mənfi, yəni mənfin qabağı çıxılsın 67 necə yazacaqsınız? X plus y biraz fərqlilik var, ona görə yazalım. Burada mənfi x, mənfi y yoxdur, mənfin qabağı at. Minus 2'də 1. X və y-də mənfin qabağı çıxanda mövzunun içi nə qalacaq? X plus y qalacaq. Burada da x plus y-ni yeni gətirir 0.6 yazacaq. Burada da x plus y-ni yeni gətirir 0.6 yazıb hesablayacaq. 68'də x minus 5'in kvadratı. Sadələşdirir, sonra x-i yerine qoyaq, yazaq. Sadələşdirmək daha yaxşıdır. 68. X minus 5 eləyəcək x-in kvadratı çıx 10x plus 25 minus 10x minus x-in kvadratı. Bərabər. X kvadratı mənfi x kvadratı əksərdir, islah oldu. Bu da eləyəcək mənfi 10x plus 25. İkisində yerində nə var? Mənfi 10 vurulsun. İkisində yerində nə var? Mənfi 20'də 1. Mənfi 20'də 1. Plus neçə? 25. Bu da bərabərdir. Geçəcək. Mənfi ilə müsbət edir. 2'də 1 plus 25. 2'də 1 neçə? 25 gəldi. 25 tam 5 eləyəcək. 25 tam 5. 68'in cevabı 25 tam 5. İnşallah düzgün elədik. Baxaq görünür səhv eləmədik. Yox, bu da 20 idi. Mənfi 10x-dən mənfi 10x toplayanda mənfi 20x eləyir. Mənfi 20 vurmalıydı. Müzüdür sayın uşaqlar. Mənfi 20 vuranda 1 eləyəcək. O da eləyəcək 26. Yəni daha rahat cavab aldıq. 26 olacaq. 69'da yenisidir. Keçirik 70'ə. 70. AB olarsa ifadesi qiymət tapılır. İnşallah ilk üçü nəyin açılışıdır? Bax, elə üzərində göstərirəm. Bax, bu nəyin açılışıdır? A plus B-nin açılışıdır. A plus B-nin mötəzə kvadratıdır. Burada da mənfi 7'nin çıxardası olsam, minus 7'nin çıxardası olsam, qalacaq yəni A plus B. Buradan da plus neçə var? 1 var. A və B-nin qiymətini gətirib yerinə yazacaq. Bunda A-nın yerinə yazaram nə? 4 tam 10^5. 4 tam 10^5. Plus B-nin yerinə yazaram nə? 2 tam 10^8. Kvadratı çıxılsın. 7 vurulsun. Yəni A-nın yerinə yazaram 4 tam 10^5. 4 tam 10^5. Plus B'nin 2 tam 10^8 plus 2 tam 10^8. Plus sonda ne var? Plus 1 var. Bu 7 idi. Plus 1 de buradan qeyd edək. Bərabərdir. 4 tam 10^5 2 tam 10^8 gəldi. 6 tam 10^13 dedi 7. Yəni 7'nin kvadratı çıxılsın. 7 vurulsun. 4 tam yenə eyni şeydir. Gələndən eləyir 7 vur 7. Plus nə? 1. 49'dan 49 çıxacaq. 0 üstünə 1 gəldən eləyir. 1 eləyir. 70'in cavabı 1 eləyəcək. 71. 71 yenisidir. Bu da isə A minus B'nin açılışıdır. Yəni A minus B'nin mötəzə kvadratının açılışıdır. Görə bilirsiniz. Buradan da minus 3'ü çıxartsaz, yenə A minus B qalır mötəzənin içərisində. Plus 2 kimi yaza bilərsiniz. Gətirib A və B qiyməti yerinə qoyub hesablaya bilərik. 72 tipli suallara oxşar yazmışıq, amma 72'ni yazaq. 805 uşaqlar 2'nin kubudur. 2'nin kubu üstü 5, 2 üstü neçə eləyir? 15 eləyir. 2 üstü 15 plus 2 üstü 18.
bölünsün. 9 3'ün kubudur. Vurulsun. 4 ise 2'nin kvadratı. 2'nin kvadratının üstü 6, 2 üstü 12 edir. Surətdə 2 üstü 15'in mötərizə xaricini çıxardıram. 2 üstü 15'in mötərizə xaricini çıxardıram. Qalar 1 plus 2'nin kubu. Məxrəcdə 9 vurulsun. 9 3'ün kvadratı idi. 9 kimi yaza bilərəm. Çünki yuxarıda 9 alınır. Vurulsun 2 üstünə 12. 2'nin kubu 8 üstünə 9. Bu 9'dan bu 9 ixtisara getdi. 215'i 212'ye böləndə qüvvətlərini çıxırıq. 2 üstünə qalır, 3 qalır. Çünki böləndə qüvvət üstlərini çıxırıq. 15'dən 12 çıxanda 2'nin kubu qalır. Dediğin isə 8. 72 sualın cavabı 8. 73 də eyni tiplidir. 4'ü 2 asasaq, 9'u 7 asası gətirib, ixtisarlara aparıb yazırıq. Keçək 74'ə. 74. M1 və M2 bilədlərin cəminin dərəcəsi 18. M1 bilədlərin dərəcəsi 6-dırsa, cəmi olanda şurada, cəmlərdə heç nə dəyişməyən M1 və M2 bilədlərin cəmlərinin dərəcəsi, yəni hansı böyüksə onu götürürük. Yəni M1-dən M2 çox az toplayanda, cəmləri toplayanda hansının dərəcəsi böyüksə onu götürürük. Bunun cəmin dərəcəsi 18-dirsə, demək ki, ya M1-in ya M2-nin hansı birinin dərəcəsi 18-dir. Çünki böyük olanı götürürük. M1'in dərəcəsi 6-dırsa, demək ki, bunun dərəcəsi 6-dırsa, böyük olan M2-dir. Demək, M2'nin dərəcəsi 18 olub. 18 olacaq. Vuranda dərəcələrini toplayırıq. Amma cəmliyəndə çıxanda dərəcələr hansı böyüksə onu götürürük. Buna görə M2'nin dərəcəsi ilə 18 olacaq. 75'ə baxaq. 315 plus 3 mənfi 15, y-də bu olarsa, x kvadratı y kvadratı ifadə qiyməti tapın. X kvadratı y kvadratı x minus y x plus y deməkdir. Bu da bərabər x'in yeni yazarımında 3'tü 15 plus 3'tü mənfi 15. Y-ni yeni yazarım minus 3'tü 15 minus 3'tü mənfi 15'dir. Bu da plus 3'tü mənfi 15 edəcək. Çıxma olduğuna görə işarə dəyişəcək. Bu x minus y'dir. Bu da x plus y'dir. X plus y'də yine eyni şey yazıram. 315 plus 3'tü mənfi 15 plus y'nin yeni 315 çıxır mənfi 315 plus 315 çıxılsın 3'tü mənfi 15 belə bərabərdir. 315 çıx 3'tü mənfi 15. Bunlar islah oldu. 3'tü mənfi 15, 3'tü mənfi 15 2 dənədir. Bunlar bərabərdir. 2 vurulsun. 3'tü mənfi 15 kimi yaza bilərəm. Çünki 3'tü mənfi 15'dən neçə dənə var? 2 dənə cəm var. Ona görə 2 vurulsun 3'tü mənfi 15. Vurulsun. Burada da 3'tü mənfi 15'dən mənfi 3'tü mənfi 15 eynidir. Əksdir, islah oldu. 3'tü 15'i 3'tü 15'e vurmaq nə deməkdir? 2 dənə 3'tü 15'i bir-birinə vurmaq deməkdir. Bu da bərabərdir. 2'ni 2'ye vuran dediği 4. 3'tü mənfi 15, 3'tü 15 bir-birinin tərsidir. Çünki bunların əsasları eynidir. Əsasları olduğu kimi saxlayıb qüvvət toplasam, mənfi 15'in üstünə alıb, müsbət 15 gəndə 0 edir. 3'tü 0 da bizə nəyi verir? 1'i verir. 4'ü də 1'e vuranda nə edəcək? 4 edəcək. 75'in cavabı olacaq 4. 76 eynisidir. Eyni belə yazırıq. Geçək 77'ye. Silahlı rəqəmisi 77. Biləcin qüvvəti 13 olarsa, biləcin qüvvəti 13-dürsə biz eni tapa bilərik. O da biləcin qüvvəti nədir? Dəyişənlər qüvvətləri cəmi. Dəyişənlər qüvvəti toplasan 1 üstə gəl 5 üstə gəl n plus 1 bərabərdir 13'ə. Bu 13'ə bərabərdir, sonunda n bərabərdir 1, 5, 6, 7, 6'ya. Çünki 13'dən 7'ni çıxsam 6'ya. N 6'dır. Onda digərini tapanda A-nın qüvvəti 1, B-nin kubu qüvvəti 3, 1 üstə gəl 3. N üstü 1'in də qüvvəti N-nin 6 qoysa 6, 7. Bunda qüvvəti 7 plus 7. Cavabında neçə edəcək? 11 edəcək. 78 cavabı 11. 79'da 7 üstü 25 mötərizə xaricində çıxardıram. 7 üstü 79 qeyd edəyəm. 7 üstü 25 mötərizə xaricində çıxarsam 2 vur 7 qalar. Çünki 26'dan 7'dən 25'i çöldürsə bir dənəsi içəridə qalacaq. Minus 5 vurulsun 7 üstü 25 hamısı çöldürsə yerində 1 vuruğu var da. Yəni 5 vurulsun 1.
bölünsün 49 da 7'nin kvadratıdır. 7'nin kvadratı üstü 12, 7 üstü neçə eləyəcək? 24 eləyəcək. Bu da bərabərdir. 24'dən 7 vuruq ilə buradakı 24 dənə vuruq getsək 7 üstü 1 qalacaq. Məxrəc 1 elədir, o kəsik xətt yoxa çıxır. 7 vurulsun. 2 vur 7'yə vurduq, elədi 14. 14'dən də 5 çıxdıq, elədi 9. 7 vur 9 bərabər 63. 79 sualın cavabı 63. Baxaq 80'ə. 80-ci sualda da yenə uşaqlar bu 2 ədədin kvadratıdır. Buna aid də yazdıq. Bu yəni x plus y-in mötərizə kvadratıdır. Buna deyirik 2 ədədinin kvadratı. Minus 4'ü də mötərizə xaricində çıxarsam x plus nə qalar? Y qalar. Buradan x plus y-ni yerinə gətirib yerinə yazırıq. X-in yerinə yazıram 3 tam 8'də 3 plus y-ni yerinə yazıram 2 tam 8'də 5 kvadratı çıxılsın 4 vurulsun. X'in yerinə yazıram yenə 3 tam 8'də 3 plus 2 tam 8'də neçə? 5 plus 2 tam 8'də 5. Bu da bərabərdir. 3, 2, 5, 6 edir. 6'ın kvadratı 36 çıxılsın 4 vurulsun. 6. 36'dan 24 çıxanda 12. 80'in cavabı 12 eləyəcək. Keçək 81'ə. Bir ədədin qüvvət əmsalının nisbi böyükdür. Bir ədədin qüvvət əmsalının nisbi böyük deyilsə, standart şəklə gətirməliyik. 0'dan 10'da 4 uşaqlar 5'də 2 deməkdir. 5'də 2'nin də kvadrat edir 25'də 4. Neçən sualda 81. 25'də 4. X kvadratın kvadrat edir x üstü 4. Y üstü 5'in kvadrat edir y üstü 10. Qüvvətə vurur da. 2'yi 2'yə vururam, 5'i 2'yə vururam. Göstərdim üzərində. Vurulsun 8'də 1. X'in kvadratı y üstü 4. Bu da bərabərdir. 4'dən 8 ixtisar edib de qalır 2. 25'də 2'yə vurulir neçə? 50'də 1. Əmsal 50'də 1. X üstü 4'ü x'in kvadratı var deyil x üstü 6. Y üstü 10 y üstü 4 var deyil y üstü neçə? 14. Bir hədəsin qüvvəti əmsalının nisbi böyükdür. Qüvvəti nədir bunun? 20. Əmsalının nisbi böyüksə 20'ni bölməliyəm nəyə? 50'də 1'ə. Nisbi böyük olduğunu tapılacaq. 20'ni 50'də 1'ə bölmək 20'ni 50'yə vurmaq demək. 20'ni də 50'yə vuranda neçə eləyəcək? 1000 eləyir. 1000 eləyir. 81 1000. 82 2a üstü b, 3a üstü 5 çıx 8 b plus 1 dərəcəsi 15 olarsa eni tapın. Bir hədlisinin dərəcəsi 15 olarsa. Dərəcə a üstü 5'in dərəcəsi 5'dir. Plus b'nin dərəcəsi n plus 2'dir. Bunun dərəcəsi neçə 15 olarsa, onda n 8 olduğu açıq-aşkar görə bilirik. 82 cavabı 8. Bu tipli sualda yazmışdıq. 80 üstü eynisidir. Baxaq 84'ə. 84'ü həll edək. 84. Kəsini ixtisar edin. 20 üstü eni biz necə yaza bilərik uşaqlar 20'ni? 2 vur 2 vur 5 kimi yaza bilərik. Əslində istəsək. 20'ni yəni 2 üstü n vurulsun. 2 üstü n vurulsun. 5 üstü n kimi yaza bilərik. Qüvvət olduğu kimi saxlayaraq. 2 üstü 2'ni plus 1'i belə yaza bilərik. 2 üstü 2n vurulsun 2 kimi. Çünki əsaslar eynidirsə qüvvətdə toplanır da. Yəni 2 üstü 2n plus 1'i 2 üstü 2n vur 2 kimi yaza bilərəm. Vurulsun 5 üstü n minus 1'i 5 üstü n vurulsun 5 üstü mənfi 1 kimi yaza bilərəm. Çünki bunların əsasları eyni olduğuna görə n ilə mənfi 1 toplanacaq. N üstünə mənfi 1 gəlir n minus 1 eləyir. Yəni bunu bu variantlarda göstərə bilərik. Buradan 5 üstü n ilə 5 üstü n ixtisar gedər. Düzdürmü? 2 üstü n üstüne 2 üstü n vurmaq elə 2 üstü 2 n deməkdir. Və 2 üstü n 2 üstü n vurmaq əsasında olduğu kimi saxlasan n ilə n toplusun 2 üstü 2 n eləyəcək. Ona görə 2 üstü 2 n ilə 2 üstü n 2 üstü n hasılı gedəcək. Çünki bu ifadə var. Bu ikisinin hasılı ilə buna bərabərdir. Eyni şeydir. O da qaldı yuxarıda 1 bölünsün. 2 vur. 2 vur. 5 üstü mənfi 1 nə deməkdir? 5'də 1 deməkdir. 1'i 5'də 2'yə bölmək, 1'i 2'də 5'ə vurmaq deməkdir. Bunda cavabı nə edəcək? 2'də 5. 2'də 5'də 1'i 2'dən 2'də 1, yəni 2,5 olacaq. 84, 2,5. 85'ə baxırıq uşaqlar, maraqlı sualdır. İfadə ən kiçik qiymətini 2 ədədinin kvadratı kimi göstərib də tapmaq olur. Bir qaydası da budur. Buna görə biz mötərizənin içərisi görürük ki, bir kvadratik ifadədir. Mötərizənin içərisini 2 ədədinin kvadratı kimi göstərəcəm.
x kvadratı, x'in kvadratıdır. Plus 10x deyilsə, plus 5 kimi yaza bilərəm. 10x 2'ye bölən 5 edir. Bax, bu ifadəyə x'in kvadratı plus 10x plus 29'u x plus 5'in kvadratı kimi göstərə bilərəm. Belə göstərəndə x'in kvadratı, x'in 5 hansıdır? 12 plus 5'in kvadratı 25. Amma bu da 29'dur. Mən çatışmayan 4'üm var. Ona da plus 4 yazıram. Üstündə də kvadrat qoyuram. Plus 17. 2 həddinin kvadratı kimi göstərə bilərəm. Çünki x kvadrat plus 10x plus 29, x plus 5'in mötərizə kvadratı plus 4 deməkdir. Bu açılışdan plus 25 çıxsa, üstünə 4 gəndə 29 edəcək eynisi. İndi bu mötərizənin içinə baxıram hələ. Bu mötərizənin içində ən kiçik qiyməti 4'dür. Çünki demişəm ki, 2 həddinin kvadratı kimi olanda kvadrat ifadə ən kiçik qiyməti 0 ola bilər. 0'ın üstünə 4 gəndə 4 edir. Demək, bu mötərizənin için ən kiçik qiyməti 4'dür. 4'ün də kvadratı neçə edir? 16. 16'nın üstüne 17 gələndə cavab edəcək 33. 85'in cavabı 33. 33. 86 da eynisidir uşaqlar. 86'ını da yazın. Biraz fərqli sual gəldiyinə görə. 86'da x kvadrat çıx 6x. Bu 2 həddinin kvadratı kimi göstərməz. Yəni bu x minus 3'ün kvadratı olacaq. Çünki x kvadrat x'in kvadratıdır. 6x də a'nın bəyahasının 2 mislidir da. 2'ye bölən kimi 3x qalır. Biri x isə, demək o birisi də 3 olur. X minus 3'ün kvadratı kimi yazıram. Açılışda 9 edir. Amma burada plus 13 var. Bu 13 almaq üçün bu açılışda 9 edəcək. Plus 4 əlavə edirik. Kvadratı 47. Buradan bunu yenə nə qəbul edirik? 0 qəbul edirik. 0'ın üstündə 4 gəndə 4. 4'ün kvadratı 16. 16'dan da 7 çıxanda neçə edəcək? 9 edəcək. 86'ın cavabı 9. Sizlər bunları saxlayıb videoya geriyə alıb yenidən baxa bilərsiniz. Daha yaxşı başa düşmək üçün. 87 ən böyük qiymətini tapın. Ən böyük qiymətini tapını burada y0 düsturlu ilə tapsanız daha yaxşıdır. y0 nə idi? Buraya yazmışdım. Mənfi diskriminant bölünsün nə? 4ac. 4a daha doğrusu 4ac nə idi? 4a. Belə, mənfi diskriminantın əvəzinə bunu da yaza bilərsiniz. Diskriminant b kvadrat çıx 4ac-dir da. Yerlərini dəyişini mənfi salınır. Yəni 4ac çıx b kvadratı. Bölünsün 4a kimi də yaza bilərik. Bunda ən böyük qiymətini tapın deyir. Demək, diskriminantı tapaq. B kvadrat, 4'ün kvadratı 16 minus 4ac. 4 vurulsun. A'nın yerində mənfi 2 var. Vurulsun nə? C. C'nin də yerində neçə var? 5 var. Bu da bərabərdir. 16 mənfi 4 mənfi 2'ye müsbət 8. 8 ilə 5'e vurduq. 40 evet. 16 plus 40. Cavab edəcək neçə? 56. Diskriminant 56'dır. Bizə deyib ki, ən böyük qiymətdir. Ən böyük qiyməti y0'dır. Bərabərdir. Mənfi diskriminant. Diskriminant 56'dırsa əksini götürən mənfi 56 bölünsün 4a. 4 vurulsun. A'mız da görək ki, mənfi 2'dir. Mənfi 56 mənfi 8'e böləndə müsbət 7 edir. Demək, cavab 7 olacaq. Demək, 88. Bir ədəsin qüvvəti 15 olacaq. Qüvvət nədir? M plus 3n plus 1. Dəyişəndən qüvvətlər cəmi. Yəni, m üstə qədər 3n plus 1 nəyə bərabərdir uşaqlar? 15-ə. M-in hansının ən böyük qiymətini tapın. Bir ədəsin qüvvəti. M birliyi natural ədəddir. Çünki bir ədəd olması üçün dəyişənlər natural ədəd olmalıdır. Yəni, qüvvət dəyişəndən qüvvəti natural ədəd olmalıdır. O zaman m plus 3n bərabər neçə ilə biri sağa keçsəm 14 edər. M vur n'in ən böyük hansını soruşur. Bunu ödəyən ədədlər nədir? M və n ən azı 1 olmalıdır. Yəni, m də, n də ən azından 1 olmalıdır. 1 olsa, m, n adlandıraq, yuxarını sileyim. M, n-i. Natural olmağa məcburdur bu m-in. Bu m olsun, bu n. M 1 olsa, n məcbur, n də 1 olsa, n 1 olsa, n neçə olmalıdır? Daha doğrusu ki, biz n-ə qiymət verək ki, çünki tam ədəd hansıdır. N-ə 1 versəm, n-ə 1 versəm, bunu silək, yerlərini dəyişək. Bu n olsun, bu m olsun. Çünki mənim n-ə qiymət verməklə m tapsam daha məntiqli uyğundur. Çünki bu 14 eləməlidir. M də n-də natural ədədlərdir. N-ə 1 versəm, 3'ü 1'ə vuranda 3, 3'ün də üstünə neçə gələn də 14 ödəyək. 11. N1, 10, m 11 olur. N-ə 2 verəsi olsam, 3'ü 2'ye vurdum 6, 6'nın üstünə neçə gəlsəm 14 ödəyək. 8 gəlsəm. Demək, n 2 olsa m 8 olacaq. N-ə 3 versəm, 3, 3'ə
9. 9 neçə gəlsin 14 eləyə bilər? 5 gəlsin. Demək n3 olsa m5 olacaq. N-ə 4 verə bilirəmmi? Verə bilirəm. 2, 4, 12. M-in da neçə olur? 2 olur. Da biz n-ə 5 verə bilmirik. Çünki 15 olar. M5-in gələn mənfi 1 gələn ki 14 eləyər. M də mənfi olan var. Çünki dəyişənin qüvvəti natural olmalıdır. Baxın ki, bunların içərisində ən böyük hasil 2 vur 8. Cavab 16 edir. Ən böyük hasil M-in hasili 16 ola bilər. 88-in cavabı 16. 89 eynisidir. Eyni bununla kimi yazsınız. 90'a baxaq. 90. X-in hansı qiymətində ifadə qiyməti ən böyük olar? İfadə ən böyük qiymət tapmaq üçün x0 tapmalıyıq. Bu yaxşı. Yəni ifadə ən böyük qiyməti nə vaxt alır? x0 qiymətində. x0 da mənfi b böl 2a düsturluğu ilə tapılır. Yəni o zaman x0 bərabərdir. Nə olacaq? Mənfi b, yəni mənfi 12 bölünsün 2a, yəni 2 vur mənfi 3-ə. Mənfi 12 böl mənfi 6 müsbət 2 edəcək. Demək 90-cı sualın cavabı da 2 olacaq. 91 də eynisidir. A-nın hansı qiyməti ifadəsi qiyməti ən böyük olur? Yəni ən böyük qiymət tapmaq üçün mənfi b böl 2a düsturundan istifadə edirik. Parabolanın təpə nöqtəsinin x-idir bu. 92. A və b ədədlər fərqi 11. Fərq 11-dir. Yəni demək a minus b bərabərdir 11-ə. Hasil 23. Yəni a vur b bərabərdir 23. Olarsa a plus b kvadratını tapır. Yenə müxtəsər düsturda a plus b-nin kvadratını mən a minus b-nin kvadratını əvəzləyəsi olsam, a minus b-nin kvadratını əvəzləyəsi olsam, üzərinə gəlməliyəm? 4ab gəlməliyəm. 4ab. Niyə? Çünki bu da mənfi 2ab çıxır, açılışda mənfi 2ab çıxır. Mənfi 2ab olsa gələk 4ab gələm ki, buradakı, yəni bu açılışdakı 2ab-ni ödəyə bilsin. Bunda a minus b 11-dir. Nə yazacağım yerinə? 11-in kvadratı. Gətirə yazaq bərabərdir. 11'in kvadratı plus 4 vurulsun neçə? 23. Bu dedik 121. 121. Plus 4'ü 23'e vuranda 80. 92. 121 size 92 gələcək. 200 neçə elədir? 13 elədir. Səhv etməmsə 213. 92'nin cavabı 213. 93'e baxalım uşaqlar. Sildik 93. Demək bu da bir hədisin qüvvəti əmsalından 2 dəfə böyükdür. Qüvvəti əmsalından. Demək qüvvəti 9. Çünki əmsal 4-dən 5 çıxır, 2 havasının 9. Qüvvəti əmsalından 2 dəfə 9-dur. Demək ki, A-nın qüvvəti 1-dir, plus B-nin qüvvəti M-dir, plus C-nin qüvvəti N-dir. Bunların cəmi neçə edir? 9 edir. Belə çıxır ki, M plus N bərabər neçəyə? 8-ə. Əla. Böyük M kvadrat çıx N kvadrat. M kvadrat çıx N kvadratın müxtəsər düsturda M çıx N, M plus N deməkdir. M çıx M, M plus N də 32-yə bərabərdir. M çıx N fərqini tapın. M plus N 8-dirsə uşaqlar, 8 neçə vursam 32 eləyər, təbii ki 4-dür. Demək M çıx N də neçəyə bərabərdir? 4-ə bərabərdir. Keçək, digərinə baxaq. %93. 93 yazdı 94. Cədvəldə verilən əsası M1 üstü 5, M2 üstü 11 çoxhəldisinin dərəcəsini tapın. Tapaq. Çoxhəldə bizə verir ki, M1 vurulsun. X 4 plus 3x kvadrat 8. Mənə qüvvəti böyük olan lazımdır. X 4 lazımdır. X 4'ü 8'e yüksəlsəm, X üstü 32 eləyər. Bunun da qüvvəti çoxhəddən çoxhəddiyə vuranda uşaqlar, çoxhəddən çoxhəddiyə vuranda qüvvətlər cəmlənilir. Demək, M1'in qüvvətinə X üstü 32'nin qüvvətinin cəmliyində 39 edir. Demək, M1'in qüvvəti neçəyə bərabərdir? M1'in qüvvəti bərabərdir 7-yə. Bunu tapdıq. İkincidə, M2'ni vurmalıyam. Yenə qüvvəti böyük olardı. X üstü 6, X üstü 5 var. Təbii ki, X üstü 6'ını götürəcəm. X üstü 6'ın da 7'nin zərəcə qüvvəti yüksəldində X üstü neçə eləyəcək? 42 eləyəcək. Qüvvət 46 edirsə, demək, yenə M2 ilə X üstü 42 çoxhəldisini vuranda olan qüvvət üstləri toplandı. Demək, bu qüvvət üstü toplayanda 46 edir.
Demək ki, nəyin üstünə 42 gəlsin 46 ilə 4. Demək M2-nin qüvvəti nəyə bərabərdir? M2-nin qüvvəti nəyə bərabərdir? 4-ə bərabərdir. Əla, M2-nin qüvvəti 4. Bizə dedik ki, M1 üstü 5. M1-in qüvvəti 7 idi. M1-in qüvvətində görmədiyiniz 7 var idi. Onun da üstü neçə? 5 vurulsun. M2-nin içində nə var? 4 var idi. M2-nin qüvvəti görmədiyiniz 4 qüvvəti var idi. Onun da qüvvəti 11. Bu da bərabərdir. M1 üstü 35 vurulsun. M2 üstü 4 11 44. Vuranda da çox həddir. Olan qüvvət üstləri cəmlənir. Yəni 35 ilə 44 biz nə etməliyik? Cəmləməliyik. Bu da 79 edəcək. Cavab 79. 94-cü sual sonuncu sual idi. Çox həddilərin bloklar ayrılması mövzusunda izah edəcəm sizin üçün. Növbəti video izləyəcəkdə görüşərik. Sağ olun. Hər birinizə dərslərinizə uğurlar.